Və xanımlar, baxın bu azaltmamı da elədim. İndi yenə azaldaraq davam eləyirik. Baxın, buradan bu tərəfdə indi azaltma eləyirik sonda. Və başlayırıq yeni sıraya, yeni sıradan. Baxın, 2 zəncirimi çəkirəm. Və buradan davam eləyirəm. Orta ilməyə qədər hər birinə bir toxuyuram. Gəlirik yenə bu orta azaltma ilməsinə. Burada azaltmamızı eləyəcəyik. Və burada gəldik yenə bir azaltma eləyəcəm. Tam ortadan qatlayıram və görürəm ki, buradan artıq azaltmamı eləyə bilərəm. Bir buradan, bir də onun yanına götürürəm. Azaltmamı eləyirəm və sonda 2 ilmə qalana qədər düz davam eləyirəm. Və xanımlar, gəldik bu sıranın sonuna, 2 ilmə saxlamışıq və burada da bu 2 ilməni azaltma eləyirəm. Baxın, burada gəldim və bunu azaltdım. Birincisindən buradan keçirdim. Baxın, bu sıram da hazır oldu. Azaldaraq yenə davam eləyirik. Və buradan davam eləyirik. 1, 2 zəncir çəkirəm. Üzərinə alıram. Baxın, burada azaltma eləmişik. Artıq burada azaltma eləyə bilərəm. 1 və yanına 2 azaltmamı elədim. İndi ortaya gedənə qədər bir düz toxuyuram. Orta ilmədə yenə azaltma eləyirik. Və bura qədər gəldik. Burada yenə bir azaltma eləyirik. Belə. Sıranın sonuna qədər tək-tək toxuyuram. Xanımlar, bu tərəfdə azaltma eləmişəm deyə sıranın sonuna qədər tək-tək toxuyuram. Sıranın sonu deyəndə sıranın sonu birinci azaltma, yəni buranı nəzərdə tuturam. Bura qədər düz toxuyuram. Baxın, burada gəldim yenə sıra ortasında bir azaltmamı elədim. Burada azaltmam olmadığına görə sıra sonunda 2 ilmə qalana qədər düz toxuyuruq. Burada son 2 ilmə qalıb, burada da bir azaltma eləyirik. Yenə 2 zəncir çəkirəm və yenə davam eləyirəm. Xanımlar, zəncirimi 1 zəncir elədim və artıq azaltma eləmirəm bu sırada. Siz istəsiniz alt sıralarda göstərdiyim kimi yenə azaltma eləyə bilərsiniz. Amma mənə bu qədər kifayətdir. Düşünürəm ki, bu mənim ideal çanta ölçümdür. 1 zəncir çəkəndən sonra baxın, yanındakına salıram, üstünə almadan salıram, çıxarıb çəkirəm sıx iğnə. Artırmadan, azaltmadan sıranın sonuna qədər belə davam edirəm. Salıram, çıxarıram. Gəldim bura və burada sonuncusuna da üzərinə almadan batıram. Buradan keçirirəm və belə bitirirəm. Baxın, bu da hazır oldu, bitdi. İndi ipimi kəsirəm biraz. Bunları sonda içinə tikəcəyik. Tikdim, koydum içinə. Baxın belə. Çantanı qoyduq bir kənara. İndi çantanın qulpunu hazırlayıram. Baxın. Sadə zəncir necə çəkirəmsə, biraz ipini çox buraxıram tikmək üçün. Zəncirimi çəkdim. Baxın. 1, 2 çəkdim. Buradan götürdüm. 1. Xanımlar, ani qərar dəyişikliyi ilə artıq qulpumuzu başqa formada toxuyuruq. Deməli, baxın. 1,
2 zəncir çəkdim. Aha. Birinciyə salıram, çıxarıram, bir toxuyuram. Çevirirəm. Baxın, bunu zaten bilirəm ki, çox xanım artıq bu dərsə qədər biz bir neçə dəfə toxumuşuq. Yəni çevirirəm, bir götürdüm, çəkdim. Çevirdim. Baxın buradan. Götürdüm, çəkdim. Çevirdim, götürüb, çəkdim. Belə davam edir. Baxın, bu ikilini götürürük. Başa düşmədinizsə, çevirib təkrar baxa bilərsiniz. Bunu heç bir şey eləmədən elə sadə uzadırıq. Götürdük, çəkdik, çevirdik, götürüb, çəkdik. Belə davam elətdirib uzadıram. Baxın, buradan götürdüm, çəkdim. Götürdüm, çəkdim. Belə davam edirəm. Və xanımlar, mən istədiyim uzunluqda hazırladım. İndi artıq kəsirəm. Baxın, buradan sonuncusunu götürürəm. İkisini bir yerdə elədim. İpini biraz uzun saxladım. Və bunu buradan artıq kəsdim. Çantamın qulpu da hazırdır. Hətta bunu baxın, bu tərəfdən yenə götürüb, amma belə ilişdirib də eləyə bilərik. Daha sabit qalsın deyə. Qulpumuz da hazırdır bizim artıq. Xanımlar, indi çantamızın üst hissəsini hazırlayırıq. Halqamızı çəkirəm. 3 zəncir çəkdim. Və bu halqanın içinə üzərinə alaraq 14 toxuyuram. Üzərinə alıram, salıram, çıxarıb. İkisi bir, ikisi də bir, çıxarıram. 14 ədəd. Heç nəyi dəyişmirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 və 14. 14 toxudum. Halqamı çəkirəm və buradan birləşdirirəm. 2 zəncir çəkirəm və hər bir ilmənin üzərinə 2-2 batırım. Birinci sırada 14 ilməmizi, ikinci sırada 28 ilməyə çıxarırıq. Hər bir ilmənin təpəsinə 2-2 belə batırıq. Baxın, hər ilməyə 2-2 battım. 28 ilməmi tamamladım. İndi bu sıramı buradan bitirirəm və 2 zəncir çəkirəm. Növbəti sıraya keçirəm. Bu sırada bir tək toxuyuram. Bir cüt. Davam edirəm. Bir tək toxuyuram. Bir cüt. Yine bir tək, yanına bir cüt. Bura bir tək, yanına bir cüt. Bir tək, bir cüt davam edirəm belə. Burada bitdi. 2 zəncir çəkirəm, üzərinə alıram və 1, 2 toxuyuram, 1 artırıram. 1, 2 toxuyuram və 1 artırıram. Sıranın sonuna qədər belə davam edirəm. Və gəldik sonuncu hissəsinə. Mən burada bir nümunə də yoxlamışam. Sonra söküb sizlə davam elədim. Deməli, xanımlar, gəldik bura. Sonuncuya buradan birləşdirirəm. Baxın, 1,
2 toxumuşam. Burada bir də artırmalıyam. Birləşdirdim. İndi zəncir falan çəkmirəm. Üzərinə 1 alıram. 1 buradan buraxıram. İkinciyə batıram. Üzərinə alıram, batdım. Eyni yeri 7 toxuyuram. Üzərinə aldım, batdım, toxuyuram. Batdım, toxuyuram. Eyni yeri 7. 5 toxumuşam. 6 və bu da 7. İndi 1, 2, 3 bu tərəfə keçdim. Üzərinə aldım. 1, 2, 3. Üçüncüyə yenə 7 toxuyuram. 3, 4, 5, 6, 7. Yine 1, 2, 3 bıraktım. Üzerine aldım. 1, 2, 3'üncüye 1, 2, 3, 4, 5, 6, 7 dokudum. 1, 2, 3 bıraktım. Buna